Neftin qiyməti qalxır, bizdə kasıbçılıq. Neftin qiyməti düşür, bizdə kasıbçılıqdır. Qazın qiyməti qalxır, fərqi yoxdur. Rusiya Ukraynaya girir, dəxli yoxdur. Bizdə yenə eyni böhranlar. Rusiya Ukraynadan çıxır, eyni problemlər. Yəni dünyada hansı siyasi və iqtisadi problemlərin, təlatümlərin baş verməyindən asılı olmayaraq bizim insanların yaşayışı ancaq üzü aşağı neqatifə gedir. Artanda da gedir, azalanda da gedir. Neft artıq 130-u keçib, hələ deyirlər 300-ə falan çıxacaq. Biz bunu hiss eləmirik. Yox, hardan hiss edir? Amma düşən kimi neftin qiyməti düşən kimi deyirlər, biz əsas neftdən idi, bütün rüsumları qaldırdılar. Dünyaya təzə gəlmiş uşağa, baxın, dünyaya uşaq gəlir, dövlət gəlib o ailəyə təşəkkür eləməlidir, uşaq pulu verməlidir, uşağın ilkin 6 ay xərclərini bir dəfəli ödəməlidir, filan eləməlidir ki, əhali sayı artırır da, düzdür ya yox. Yəni dövlət onu eləməyə vəzinə doğulan kimi gəlir ki, 20 manat rüsum ver, uşağa kağız verir, şəxsiyyət və o metrika dediyi doğum şəhadətnaməsi rüsumunu artırır. Yəni bu nə kafadır, bu nə düşüncədir? İnsanlara ancaq bilirsiniz, yenə deyirəm, necə qiymətin qaldı, necə ciblərindəkini daha çox ala bilərik? Hər sahədə, vergisində də, gömrüyündə də, nə bilim, kommunalında da, səhiyyəsində də, təhsilində də, hamısında eynidir. İcbari tibbi sığorta gəldi, hamımız sevindik ki, qardaş artıq maaşımızdan tutacaq 2%, 3%, nə tutursan, gedəcəm xəstəxanaya. Gedirsən, xəstəxana deyir, bizdə bu yoxdur, ged özələ, özəl də gedir, deyir, biz icbari ilə müqaviləmiz yoxdur. Yəni yenə get, həm dövlətə ver o pulu, həm də get təzədən özəl klinikalarda da müalicə al.